Aziz değerli kardeşler, Allah bu il yenə də inşallah bir neçə gün qalıbdır, son cümədir. Yenə də bu il bizə bu fürsəti yenidən verdi. Buna görə də biz hamımız gərək Allah'a şükür eləyək. İlahi, keçən il bizlə bərabər olanlar var idi, indi aramızda yoxdular. Amma sən bizə hansısa əməlimizə görə, nəyəsə görə lütf elədin, nəsib elədin. Biz bu ilki Ramazana da artıq daxil olmaqdayıq. Buna görə sənə milyonlarla dəfə şükürlər olsun ilahi. Ona görə baxın, biz həmişə bu Ramazan yaxınlaşanda, Şəbanın sonuncu cüməsində bunu deyirəm. Biz onları yad eləməliyik. Allah əvvəl şəhidlərimizi rəhmət eləsin. Sonra keçən il mən buradan biraz başqa cür çıxmasın, biraz mənbər hündürdür. Aşağıda insanlar hamı bir-bir görünür. Keçən il burada bəzi gördüklərim yoxdular. Allah onların ruhlarını şad eləsin. Allah onların günahlarını bağışlasın. Allah bizim də aqibətimizi, axirətimizi xeyirli və izzətli qərar versin. Allah sağlam yaşamağı və Ramazan ayını sağlam imanla, ixlasla onun əməllərini yerinə yetirməyi bizlərə nəsib eləsin inşallah.